Meseleler var. Bir de dakika sesi biraz benim. Aha. Bilirik ki, təmiz havada olmaq uşağın fiziki inkişafı, sağlamlığı üçün çox vacibdir. Gəzinti uşağın bədəninin möhkəmlənməsində ilk və ən əlverişli vasitədir. Yəni uşaq təmiz havada olduqda həm belə deyək, orqanizması möhkəm olur, həm təmiz atmosferdə olduqda hərəkətliliyi də daha yaxşı olur. Ətraf mühitin mənfi təsirləri xüsusən də soyuqlara qarşı orqanizmin dözümlüyü və müqaviməti artırmağa kömək edir. Açıq havada olmaq, təmiz havada uşaqların təmasda olması təsir edir buna. Və gəzintidə uşaqlar oynayır, çox hərəkət edirlər. Biz bunu şəkildə də görə bilirik ki, aktivdir və bu zaman həm də maddələr mübadiləsi də uşaqlarda sürətlə gedir. Və qan dövranlarını tənzimləyir, iştahlarını artırır və uşaqlar müxtəlif maneələri aşmaq daha çevik və cəsarətli olmağı öyrənirlər. Onların motor bacarığı, qabiliyyətləri inkişaf edir və əzələ sistemi güclənmiş olur. Gəzinti əqli tərbiyədə təsiri əsas mühüm yer tutur ki, həyatda küçədə olduqları müddətdə uşaqlar ətraf mühit haqqında bir çox yeni təəssürat və biliklər əldə edirlər. Yəni uşağın təmiz havada olması, küçədə, həyətdə olması, yəni yay aylarında buna daha çox üstünlük veririk ki, uşaqlar təmiz havada, yəni belə deyək də, təmasda olsunlar. Həmçinin burada böyüklərin işi, nəqliyyat növləri, yol hərəkət qaydaları haqqında və sair uşaqlar məlumatlı olurlar. Böyüklərin işi, nəqliyyat növləri, yol hərəkət qaydaları haqqında da məlumatlı olurlar və müşahidə apararkən təbiətdə baş verən mövsümi dəyişir. Yəni yazdır, yaydır, payızdır, qışdır, hava şəraiti ilə də tanış olmuş olurlar və bəzi səbəb-nəticə əlaqələri onlarda baş verir ki, müxtəlif hadisələrlə bağlı ilkin əlaqələr qura bilirlər. Həmçinin müşahidələr onların maraqlandıqları mövzuda cavab tapmaqlarını və çoxsaylı suallar verməklərinə gətirib çıxardır ki, bütün bunlar müşahidə və nitq qabiliyyətlərinin inkişaf etdirilməsi və ətraf mühit haqqında təsəvvürlərinin genişləndirilməsi və idrak və təxəyyülün inkişafına gətirib çıxardır. Yəni təmiz havada olmaq, açıq havada olmaq, edilməsi, yəni bir növ bunların hər biri uşaqda idraki cəhətdən, təxəyyül cəhətdən inkişaf etmiş olur. Gəzintilər tərbiyə problemlərinin həll edilməsi üçün fürsət verir. Tərbiyəçi müəllim uşaqlara vətən, doğma şəhər, onun görməli yerləri, küçələrin abadlaşdıran, yaşıllaşdıran gözəl evlər tikən və yollar salan insanların əməyi ilə tanış edir. Bu həm də tək nəinki göstərişlə, həm də video çarxlar vasitəsilə ola bilər ki, tərbiyəçi video slaydlar hazırlayaraq da bunu təqdim edə bilər. Eyni zamanda işin kollektiv xarakteri və əhəmiyyəti vurğulanır ki, xalqımızın rahat və gözəl yaşaya bilməsi üçün insanlar əlindən gələn hər bir işi edirlər. Burada da əsas göstərilən təbii ki, əməkdir. Ətraf mühitlə tanışlıq uşaqların doğma şəhərə məhəbbət hissini artırır, cəmiyyətlə tanışlığını artırır. Uşaqlar çəklikdə işləyirlər, torpağı belləyirlər, çiçək əkirlər, suluyurlar, dipçəkdə xüsusi güllər əkirlər, bitkilər əkirlər. Bu zaman həm də əmək vərdişləri formalaşmış olur və onlarda təbiətə qarşı sevgi və hörmət yaranır. Uşaqlar təbiətin gözəlliyinə diqqət yetirməyi öyrənirlər. Həmçinin təbiətdəki rənglər, formalar və səslərin bolluğu, rəngarəngliyi onların birləşdirilməsi, təkrarlanması və dəyişkənliyi, ritm və dinamika nəticəsində mənimsənilir ki, bütün bunlar kiçik və böyük sevincli təcrübələr nəticəsində həyata keçir. Düzgün təşkil olunmuş məqsədli gəzinti uşaqların hərtərəfli inkişafı, vəzifələrini yerinə yetirməyə kömək edir. Və ekskursiyada, gəzintidə ən əsas məqsədlərdən biri planlı işin görülməyidir. Yəni tərbiyəçinin əvvəlcədən plana uyğun hərəkət etməyidir, hazırlaşmağıdır. Uşaqların təmiz havada olması burada təxminən 2-3 saat vaxt verilir yay aylarında. Amma qış fəslidirsə, hava soyuqdursa, həftədə 2 dəfə olması daha məqsədə uyğundur. Və gəzintilər üçün ayrılan vaxtda ciddi əməl olunmalıdır. Tərbiyəçi müəllim gəzintilərin məzmunu müxtəlif oyuncaqlar və kiçik fiziki xüsusi hərəkətli oyunlar və idman hərəkətlərini də daxil edə bilər. Uşaq bağçasının həyətyanı sahəsində təşkil edilmiş gəzinti və ya ekskursiya zamanı tərbiyəçi müəllim uşaqların çox enerji itirmədən və tərləmədən oynamalarını təmin etməlidir. Yəni, məsələn, uşaqlar çox qaçmaq olmaz,
hərəkətlərinizə nəzarət edin. Bunların hər biri təbii ki, tərbiyəçi tərəfindən uşaqlara öyrədilir, təlqin edilir. Bu gəzintilər plana uyğun olmalı, qarşıya qoyulmuş məqsədə görə uşaqlarda şən əhval-ruhiyyə yaratmalıdır. Yəni burada nəzərdə tutulan məqam odur ki, elə bir atmosfer olmalıdır, elə bir ab-hava olmalıdır ki, uşaqlarda şən əhval-ruhiyyə yaratsın. Və bir çox növ, yəni burada uşaqların yorulmadan istirahət etməlidirlər. Yəni tərləmək olmaz. Buna görə də tərbiyəçi müəllim uşaqlarda şən əhval-ruhiyyə yaratmaq üçün gəzintinin məqsədini əvvəlcədən onlara belə elan edir ki, uşaqlar biz bu gün gəzintiyə yollanacağıq. Oyuncaqlarınızı götürün, biz bu gün onlarla bağda oynayacağıq və sair kimi ifadələrdən istifadə edir. Orta və böyük qrup uşaqları isə tərbiyəçi müəllim ilə birlikdə fiziki tərbiyə vəsaitlərini seçir və rahat aparmaq üçün onları öz aralarında bölüşdürürlər. Həmçinin gəzintidə bütün yaş qruplarının uşaqları öz arzularına görə qrup halında və istədikləri kimi gəzib sərbəst oluna bilərlər. Yəni burada çox məhdudiyyətin verilməsi də düzgün deyil. Çünki açıq hava olduğu üçün ən azı uşaq əylənməlidir, gəzib dolanmalıdır, təbiətin gözəllikləri ilə daha yaxından tanış olmalıdır. Və digər bir tərəfdən kiçik qrupun uşaqları isə tərbiyəçi müəllim burada ə, ondan əlavə daha da yaşlı bir adam olmalıdır ki, yəni orta yaşlı nəzərdə tutulur burada. Bir tərbiyəçidən əlavə şəxs də olmalıdır ki, uşaqlarla məşğul olsun. Bu da təbii ki, gəzintidə rahat bir mühitin yaradılması üçün vacib olan məqamlardan biridir. Gəzinti zamanı fiziki mədəniyyət məşğələlərinin aparılması nəzərdə tutulubsa, əgər fiziki hərəkətlər, yəni fiziki mədəniyyət məşğələlərin aparılacağı obyektin təbii şəraitinə asılı olaraq bunlar seçilməlidir. Gəzintinin müddəti uşaqların yaşından asılı olaraq müəyyənləşdirilir. Yəni kiçik qrupda fərqli olur, böyük qrupda, orta qrupda fərqli olur. 20 dəqiqədən 1 saat yarım, 2 saata qədər davam etdirilə bilər. Gəzinti səhər yeməyindən sonra təşkil edilməlidir. Baxın, bu sözü yadımızda saxlayaq. Gəzinti səhər yeməyindən sonra təşkil edilməlidir və elə təşkil edilməlidir ki, uşaqlar nahar yeməyinə qədər gecikməsinlər. Gəzintiyə hazırlıq necə olur bəs burada? Uşaqları gəzməyə aparmazdan əvvəl tərbiyəçi müəllim əvvəlcədən onun məzmunu üzərində düşünür, oyuncaqlar və gəzintidə nə edəcəkləri haqqında bir hekayə ilə uşaqlarda maraq oyadır. Yəni burada əsas məqsəd əvvəlcədən planlı şəkildə olmasıdır. Gəzinti məzmunlu və maraqlı olarsa, onda uşaqlar böyük məmnuniyyətlə gəzintiyə çıxırlar. Uşaqların geyinmələri üçün çox vaxt sərf etməmək və bir-birini çox gözləməmək üçün bu proses düzgün təşkil edilməlidir. Tərbiyəçi müəllim uşaqlara sərbəst və müəyyən bir ardıcıllıqla geyinmək, soyunmağı öyrətməlidir. Gəzintidən qayıdarkən paltarları tərsinə soyunurlar və uşaqlar geyinmə və soyunma bacarıqlarını inkişaf etdirdikdə bunu tez və dəqiq şəkildə yerinə yetirir və tərbiyəçi müəllim yalnız bəzi hallarda onlara kömək edir. Məsələn, paltarını düymələmək, şərfini bağlamaq, uşaqlar da bir-birinə kömək etmək və göstərilən köməyə xidmətə görə təşəkkür etməyi öyrətmək lazımdır. Gəzintiyə çıxarkən uşaqlar özləri ilə oyunlar və fəaliyyətlər üçün oyuncaqlar, materiallar aparırlar. Baxın, yenə də burada diqqətli olaq, çünki deyir ki, bəzən testlərdə düşür ki, gəzinti zamanı uşaqlar heç bir oyuncaq materiallar aparmır. Bu fikir yanlışdır. Oyuncaq və materiallar apara bilərlər. Gəzintinin müddəti isə təbii ki, hava şəraitindən və ilin fəsillərindən asılıdır. Yaz, yay, payız, qış bilirik ki, ilin fəsillərindən söhbət gedir burada. Gəzinti il ərzində hər gün keçirilir. Yay fəslində isə günün çox hissəsi açıq havada keçirilir. Hətta məşğələlər də açıq havada keçirilə bilir. Qış zamanı gəzinti gündə 2 dəfə olur. Ümumi müddəti isə 4 saata qədər olmaqla keçir. Yəni bir gün ərzində nəzərdə tutulmur bu. Ümumi olaraq nəzərdə tutulur. Ancaq havanın temperaturu çox aşağı olarsa, hava soyuq olarsa, bu zaman gəzinti təxirə salınır. Gəzinti planında nələr var? Gəlin baxaq. Müşahidə, açıq havada 2-3 tez hərəkətli oyun, 2-3 kiçik və orta hərəkətli oyun, həyatyanı sahədə əkin işi, uşaqlarla fiziki hərəkətlər, bacarıq vərdişlərinin inkişafı ilə bağlı fərdi iş, müstəqil oyun fəaliyyəti. Gəzinti üçün əvvəlcədən planlaşdırılmış təbiət və ictimai həyat hadisələrinin müşahidə olunması üçün geniş bir sahə olmalıdır, böyük bir yer olmalıdır ki, müşahidələr bütün uşaqlar, qruplar, ayrı-ayrı uşaqlarda da aparıla bilər. Bəzən tərbiyəçi müəllimi diqqəti inkişaf etdirmək üçün uşaqlara müşahidələri cəlb etməlidir və onların diqqətini təbiət və sosial hadisələrə yönəltməlidir.
Ətraf mühit, ictimai həyat və təbiət hadisələri maraqlı və rəngarəng müşahidələrin təşkili üçün şərait yaradılmalıdır. Məsələn, buludlar, onların forması, onların rənginə diqqət yetirməyi uşaqlara öyrədirik. Məlum olan əşyalar şəkillərlə müqayisə etmək olar. Böyüklərin əməyi ilə də əməyinin müşahidəsi ilə də biz bunu edə bilərik. Yəni bir növ burada nəzərdə tutulan vizuallıqdır, obrazlıqdır, görməkdir, müqayisə etməkdir, müşahidə etməkdir, baxaraq uşaqların onu aydınlaşdırmasıdır, səbəb-nəticə əlaqəsi burada yaradılmasıdır. Bu da təbii ki, gəzinti zamanı həyata keçirilməlidir və hər zaman sözlərdən istifadə etməlidir ki, tərbiyəçi müəllim həm uşaqların bazasında, nitq bazasında yeni sözlər əlavə olunsun, həm də uşaqlar gəzintidən zövq alsınlar. Və deyir ki, qış fəslində müxtəlif məzmunda gəzintilərin keçirilməsi planlaşdırılır. Əvvəlcədən yeni uşağa bu barədə məlumat verilir və gəzinti zamanı uşaqlar qardan hündür təpəciklər düzəldir və onun üzərindən sürüşür, təpədən hoppanır. Bu zaman tərbiyəçi müəllim həmçinin müxtəlif hərəkətli oyunlar da təşkil edə bilər. Gəzintinin mərhələləri nələrdir burada? Əqli fəaliyyətin inkişafı məqsədi ilə təbiətdə müşahidənin təşkili üsulları. Bədii sözdür, atalar sözləridir, tapmacalardır, saymacalardır, rəqəmləri saymaqdır. Bunları nəzərdə tutulur. Həmçinin təbiətlə tanışlıq, didaktik oyunların təşkil olunması, quşları, canlıları müşahidə etmək, yemləmək, ağaclar, kollar, səma, günəşi müşahidə etmək, zövq almaq, heyvanları müşahidə etmək, pişiyi, iti, dovşanı və sair müşahidə etmək və təbiət hadisələrini müşahidə etmək. İkinci bir məsələ hərəkətli oyunlardır ki, burada məsələn qaçış, tullanma, topu diyirlətmə, topu atmaq, tutmaq və top oyunları isə daha da çox uşaqların marağına səbəb olur. Burada həmçinin xalq oyunları, idman oyunları, estafetlər olur. Bunlar hər biri hərəkətli oyuna daxildir. Bir də hərəki fəallığın inkişafı üzrə fərdi iş var ki, burada nəzərdə tutulan məqam süjetli rollu oyunlar, ekskursiya, məqsədli əmək nəzərdə tutulur. Fərdi əmək, yarım qruplarla əmək, kollektiv əmək. Bir də oyuncaqlarla oyunlar nəzərdə tutulur. Gəldik ekskursiya mərhələsinə. Dedik ki, ekskursiya uşaq bağçasında təhsilin təşkilinin vacib bir formasıdır. Yəni ekskursiyalar uşaqları təbii şəraitdə, mədəni və təbiət məkanları ilə, böyüklərin fəaliyyəti ilə tanış etməyə imkan verən xüsusi bir məşğələ növü kimi bir şeydir. Burada təkcə məsələn nə isə müşahidə etmək yox, məsələn elmi yerlərə də gedə bilərlər, zooparka da. Xüsusi, yəni ekskursiya dedikdə hər bir nəzərdə tutulur. Ekskursiyanın əsas əhəmiyyəti uşaqlarda ətrafdakı həyatla bağlı xüsusi bir fikir və təəssüratların formalaşmasını təmin etməsidir. Çünki uşaq müşahidə etdikcə, analiz etdikcə başa düşür. Ona görə ekskursiyanın rolu əvəz olunmazdır. Ekskursiyalar zamanı məktəbəqədər uşaqlar dünyanın bütün müxtəlifliyi inkişafı ilə öyrənməyə başlayırlar. Hadisələrin qarşılıqlı əlaqəsini müşahidə edirlər, səbəb-nəticə əlaqəsini anlayırlar. Ekskursiyalarda əldə olunan biliklər sonrakı işlərdə, gündəlik həyatda, təsviri sənətdə, dizaynda, hekayələrdə bilirik ki, uşaqların işini dərinləşdirir və möhkəmləndirir. Çünki gördüklərinə əsasən rəsmi çəkərkən belə, hekayə danışarkən belə gördüklərinə əsasən danışırlar. Və ən sonunda yekunda söhbət aparılır və ekskursiyanın təşkil forması kimi mürəkkəbliyi və onun yalnız orta və yuxarı qrupda əlçatan olmasını təmin edir. Kiçik yaşlı qruplarda ekskursiyalar məktəbəqədər müəssisənin daxilində, onun sahəsində orta yaş qrupundan başlayaraq uşaq bağçasının xaricində də aparıla bilir. Ekskursiyanın məzmunu məktəbəqədər müəssisənin işlədiyi proqramla müəyyən edilir. Məktəbəqədər müəssisənin ətraf mühiti, yəni görməli yerləri, mədəniyyət yerləri, məsələn kitabxana ola bilər, xüsusi kitabxanalar ola bilər. Teatr, daha sonra konsert salonu, muzeylər ola bilər. Bu da uşaqlar üçün çox maraqlı olur. Təbii mənzərələr ola bilər. Məsələn, müəssisə yaxınlığında park varsa, meydança varsa, çay və kanal varsa, təbii ki, yenə də təhlükəsizliyə riayət olunmalıdır. İstehsal müəssisələri, məsələn, emalatxanalar ola bilər. Bunların da rolu təbii ki, burada böyükdür. Müəllim bitki və heyvan aləminin ən parlaq və maraqlı obyektləri ilə təbiətdəki mövsümi dəyişikliklərlə uşaq bağçasının yerləşdiyi əraziyə xas olan kənd təsərrüfatı və digər əmək növləri ilə
uşaqları birbaşa tanış olmasını təmin etməlidir. Ekskursiyalarının planının və məzmununun hazırlanmasında mövsümlük prinsipinin nəzərə alınması, təhsil materiallarının qavranılması, əyanilik və təkrarlanmamasını və uşaq təfəkkürünün xüsusiyyətlərinə uyğun biliyin tədricən çətinləşməsini təmin edir. Nəzərdə tutulan mövsümlük prinsip, yəni hansı mövsümə uyğundursa o şəkildə olacaq. Bir də nəzərdə tutulan idraki maraqların inkişafı üçün əlverişli şəraitin olmasıdır. Hər bir məktəbəqədər müəssisədə təbiət və əmək ictimai mədəniyyət müəssisələri müəyyən edilir ki, ekskursiyalarda da onlarla tanış olmaq tövsiyə olunur və xüsusi ekskursiya marşrutlarının təsviri məktəbəqədər müəssisənin metodik kabinetində də olur. Həmçinin bunlar. Ekskursiya planlaşdırarkən aşağıdakıları nəzərə almaq lazımdır. Ekskursiya uşaqların həvəsini, idrak maraqlarının oyanması və inkişafının emosional amilini diktə edən obyekt və hadisələrin ilkin canlı vahid qavrayışını təmin etməlidir. Tanış bir obyekt, fenomen haqqında uşaqların fikirlərini genişləndirmək, dərinləşdirmək, ümumiləşdirmək üçün təkrar ekskursiyalar aparılır ki, bu da uşağı öncəki ekskursiyada müşahidə etdiyi obyekt hadisələrin yeni keyfiyyətlərini, xüsusiyyətlərini açır. Əvvəlki ilə müqayisə aparılır. Yəni müşahidə olunan obyektdə, hadisədə nəzərə çarpan keyfiyyətcə dəyişiklikdə baş verən dövrdə təkrar ekskursiyaların planlaşdırılması məqsədə uyğundur. Amma mövzu seçimində, yəni təkrarçılığa yol verilmir. Məsələn, xüsusi mövzular seçilməlidir ki, eyni təkrar mövzular olmasın. Və proqram materiallarının tədricən çətinləşməsi iki istiqamətdə baş verməlidir. Müşahidə olunan hadisələr dairəsini genişləndirməklə və eyni hadisələr haqqında biliklərin tədricən dərinləşdirmək və ümumiləşdirməklə. Hər ekskursiyada təhsil və tərbiyə tapşırıqları vahid şəkildə həll edilməlidir. Buna görə bilik bacarıq həcmini planlaşdırmaq, hansı hisslərin, münasibətlərin, mənəvi keyfiyyətlərini, estetik təcrübələrini aktivləşdirəcəyini əvvəlcədən düşünmək lazımdır. Burada yenə də ümumiləşdirsək, planlı, proqramlı şəkildə olmaqdan bəhs edir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların idman kompleksləri, stadionlar, məktəbəqədər və iri təsərrüfat obyektlərinə ekskursiyalar da təşkil oluna bilər. Burada ən başlıcası uşaqların həmin obyektləri müşahidə edə bilməsidir. Gəzintidən fərqli olaraq ekskursiyalarda aparılan müşahidələr nəticəsində uşaqlarda müşahidə etdikləri obyekt, əşya və hadisələr haqqında müəyyən təsəvvürlər yaradılmalıdır, gəzintidən fərqli olaraq. Ekskursiyadan sonra isə qrup otağında qazanılmış təəssüratların müzakirə olunması da müşahidələri sistemləşdirir, ümumiləşdirir və qazanılmış biliklərin konkretliyini müəyyənləşdirilməsinə imkan yaradır. Təəssüratlarını, yəni açır, uşaqların müşahidəçilik bacarığını, müzakirə bacarığını formalaşdırır. Yəni ekskursiya etdikdən sonra uşaqlar müzakirə aparırlar. Bu şəkildə, baxın, şəkildə də görsənir. Digər bir tərəfdən, ekskursiyaların təşkili aşağıdakı mərhələlərdən keçirilir ki, tərbiyəçi müəllim ekskursiya hazırlığı, ekskursiya üçün şəraitin təşkili, uşaqların ekskursiyaya hazırlanması, ekskursiyanın keçirilməsi və ekskursiyanın yekunlaşdırılması. Və bu mərhələlər bir-biri ilə zəncirvarı əlaqəlidir. Biri digərini tamamlayır. Ekskursiyanı təşkil edərkən onun məqsədi tərbiyəçi müəllim üçün əvvəlcədən aydın və uşaqlar tərəfindən başa düşülən olmalıdır. Yəni tərbiyəçi müəllim ekskursiya obyekti ilə özü birinci növbədə tanış olmalıdır 2-3 gün əvvəl. Bundan sonra da ekskursiyada lazım olacaq ləvazimatları hazırlamalıdır. Ekskursiyadan əvvəl uşaqlar onun mahiyyətini, yəni izah etməlidir, tək-tək başa salmalıdır. Ekskursiya zamanında uşaqlar tərbiyəçi müəllimin obyekt haqqında izahına qulaq asmaqla yanaşı, eyni zamanda da müşahidə aparmalıdırlar. Müşahidə prosesini və ya ondan sonra tərbiyəçi müəllimə suallar verərək öz təəssüratlarını zənginləşdirirlər. Bu təəssüratların möhkəmləndirilməsi üçün yekunlaşdırma ekskursiyadan qayıdarkən ya yolda, ya da qrup otağında aparılmalıdır. Hazırlıq mərhələsində müəllim uşağı hazırlığa daxil edir ki, burada ekskursiyanın mövzusu təsvir edilir, onun proqramının məzmunu, keçirilmə vaxtı təmin olunur. Bir gün əvvəl müəllimin gedilməsi planlaşdıran yerləri araşdırma. Məsələn, xüsusi bir yerə gedəsidir, o haqda məlumat toplamalıdır. Məsələn, gedib YouTube-dan baxa bilər. Məsələn, zooparka gediləcək. Onunla bağlı bir məlumat toplana bilər. Düzdür, biraz çətindir, yəni uşaqların hamısının bir yerdə aparılması mütləq yanımızda köməkçi olmalıdır.
Həmin o obyektlə bağlı müşahidə aparmalıdır, araşdırmalıdır, ətraflı öyrənməlidir. Uşaqların təhlükəsizliyi təmin olunmalıdır. Bir vəziyyəti belə deyək də müşahidə etməsi vacibdir burada. Və uşaqları hansı marşrutla aparmaq, müşahidə, istirahət, oyun üçün harada yerləşdirmək kimi təşkilati məsələlər də həll olunur. Uşaqları yaxınlaşan ekskursiyaya hazırlayarkən onların təhsil fəaliyyətlərinin müxtəlif yayındırıcı amillərin olduğu xüsusi şəraiti keçəcəyini nəzərə almaq lazımdır ki, ekskursiyanın nəticələri hazırlıq mərhələsində uşaqlarda yaranan psixoloji vəziyyətdən çox asılıdır. Yəni onların bir psixoloji vəziyyətinə, təhsil nailiyyətlərinə də baxılmalıdır. Bunun üçün aşağıdakı pedaqoji metod vasitələrdən istifadə olunur. Ekskursiyada qarşılaşacaqları əşyalar və hadisələr haqqında uşaqlar üçün yeni maraqlı məlumatların çatdırılması vacibdir. Məişət texnikası deyil, həm də nəqliyyat vasitələri də nəzərdə tutulur burada. Həmçinin uşaqların təcrübələrini yeniləmək də vacibdir. Uşaqların emosional sferasına təsir etmək üçün sənət əsərlərindən istifadə edə bilər və bu da öz növbəsində müşahidə qavrayış qabiliyyətlərinin inkişafını gətirib çıxardır. Ekskursiyanın gedişatı zamanı müxtəlif tədris metodlarından istifadə olunur, amma aparıcı yeri müşahidələr tutur. Əvvəlcə uşaqlara obyektlə bütövlük, yəni obyektin bütövlüyü ilə tanış etmək lazımdır. Birbaşa qavrama, bədii sözlə inkişaf etdirilə bilər. Müəllim özü və ya uşaqlardan biri burada şeir oxuyur, abu-havanı dəyişdirmək üçün. Həmçinin müəllim uşaqları obyektin, hadisənin bütövlükdə qavrayışından dərin bilik üçün əsas verilən məsələləri təhlil edir burada. Bunun üçün fərqli suallardan istifadə olunur. Burada diqqəti yönəltmək, faktların açılması tələb edən suallar olur. Daha sonra təfəkkürü aktivləşdirən müqayisə, qarşılaşdırma, fərqləndirmə məsələləri olur. Təxəyyülün fəaliyyətini stimullaşdıran, yaradıcı düşüncə tərzi, nəticələr, mühakimələr yürütməyi təşviq edən suallar olur. Həmçinin ekskursiyalar burada ekskursiyalarda izahatlar uşaqların birbaşa qavradığı şeylərə aid olmalı, qısa və dəqiq başa düşülən olmalıdır. Bəzi ekskursiyalarda əsas tədris metodu söhbət olur. Əsas burada danışıq olur. Müəllim əvvəlcədən belə bir söhbət hazırlayır. Ekskursiya zamanı uşaqların zehni düşüncə fəaliyyətini dəstəkləmək vacibdir. Və burada məqsəd idrakın axtarışını stimullaşdıran metodlardan istifadə olunmasıdır ki, hiss etdikləri, maraqlandırdıqları, anlaşılmaz göründüyü şeylər barədə suallar versinlər və onlara uyğun şeir, atalar sözləri, tapmacanı xatırlasınlar. Ekskursiyanın sonunda yenə də söhbətlər aparılır ki, öyrəndikləri, gördüklərini ümumiləşdirirlər. Bir neçə uşağa xüsusi maraqlı olan, bəyəndikləri şeylər haqqında danışmaq təklif oluna bilər. Yəni, həmin an sən nə hiss etdin, nəyi gördün, necə başa düşdün? Bu kimi suallar olur. Və onların da biliklərini genişləndirmək, həmçinin gördüklərini aydınlaşdırmaq məqsədi ilə bunlar edilir. Yəni, onların fəaliyyəti stimullaşdırılır. Və bir çox üsullar var burada. Ekskursiyaya gətirilən materialların düzəldilməsi, dizayn, məsələn, deyir, kükünar, palıd qozası, müxtəlif formalı daşlar. Sənət əsərləri, məsələn, kitabdır, musiqidir, mahnı, dekorativ və tətbiqi sənət əşyalarıdır. Burada da nəzərdə tutulan müraciət etmək, yəni onların köməyi ilə ekskursiya təəssüratlarının artırılması və uşaqlara təklif olunanların birbaşa qəbul etdikləri ilə müqayisə etmək tövsiyə olunması. Kitab güşəsində, məsələn, bizim şəhər, bizim park, meşədə kim yaşayır, şəhərimizin insanları necə işləyir və sair albomların dizaynı, təbiət güşəsində modellərin hazırlanması, oyunların təşkili, didaktik oyunlar, rollu oyunlar, müəyyən bir mövzu üzrə təhsil işinin sonunda aparılan ümumiləşdirilmiş söhbətlər. Beləliklə, gəzinti və ekskursiyaların müntəzəm təşkil edilməsi hərəkət vərdişlərinin təkmilləşdirilir və orqanizm möhkəmlənməsinə şərait yaradır. Qavramaqda da, təxəyyüldə də həmçinin. Bir də ekskursiyanın növləri var ki, bunlar xüsusidir, tərbiyəçi özü seçə bilər. Biri istehsalat ekskursiyasıdır. Bu zaman uşaqlar hara gedirlər? Zavoddur, fabrikdir, sənayedir, tikinti şirkətləridir, kənd təsərrüfat sahələridir. Bu yerlərə aparılır və bu ekskursiyalar şagirdləri istehsalata, müasir sənaye sahələrinə və insanların həmçinin əməyi ilə burada tanış edir, dünya görüşlərini formalaşdırır. Bir də elmi ekskursiyalar var ki, belə ekskursiyalarda botanikadır, zoologiya, coğrafiya, anatomiya və insan fiziologiyası üzrə aparılan ekskursiyalardır ki,
Bu ekskursiyalarda şagirdləri sahəyə, meşəyə, çəmənliyə, çaya, gölə, dəniz kənarlarına, zooparka aparılması burada əsas götürülür. Tarixi və ədəbi ekskursiyalardır ki, bu cür ekskursiyalar incəsənət sərgilərində, sənətli qaleriyadır, kitab evləridir, ədəbi tarixi muzeylərdir, arxivdir, bu şəkildə yəni təşkil olunur. Bir də diyarşünaslıq ekskursiyasıdır ki, bu da doğma torpaqların təbiəti və tarixini öyrənmək məqsədi ilə yerli tarixi ekskursiyalardır. Bir də kompleks ekskursiyalardır ki, yəni burada olan hər biri kompleks ekskursiya nəzərdə tutulur. İstehsalat, elmi, tarixi, diyarşünaslıq, bir də ən sonuncusu isə kompleks ekskursiyasıdır ki, bunların daxilindədir. Bir neçə fənnin məzmununda ehtiva edilən ekskursiya hesab olunur. Bu da bizim ekskursiyaya aid olan mövzumuzdur. Yəni gəzinti başqa bir anlayışdır. Ekskursiya isə daha fərqli götürülür burada. Başa düşmədiyiniz nə isə varsa